Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Bizim bugünkü mövzumuz təsviri incəsənət 1-ci sinif dərs 5 rəngarəng quşlar mövzusu olacaq. Aha, gəlin baxaq görək bu nədir. Deməli, birinci soruşur. Rəssam öz əsərində nə təsvir etmişdir? Rəssam hansı quşları görürsünüz? Burada təbii ki, papuqay, göyərçin, sərçə və sair quşlar görürük. Burada eyni zamanda bir xatun oturub və xatun oturub və digər tərəflərdə də quşlar bir-biri ilə oturub onun əhatəsində, sanki onlar birlikdə söhbət edirmiş kimi. Hansı quşlar görürsünüz dedim. Papuqay gördüm, sərçə gördüm və göyərçin gördüm. Aha. Deməli, bu rəsm əsərinin adı Quş satan qızdır. Natiq Fərəcullazadə. Fərəcullazadə. Yadınızda saxlayaq. Aha, quşlar harada məskən salırlar? Quşlar təbii ki, bir çox yer var. Məsələn, kimsə dağ ətəyində qurur. Məsələn, dağ ətəyində quran qartaldır, şahindir. Bunlar dağ ətəyində qurur. Çünki onlar onsuz da yəni çox yüksəkdə uçduqları üçün onları ən uyğun odur. Qarğalar ağac ətrafında olurlar. Bayquş da ağac ətrafında olur. Dediyimiz kimi. Ağaclarla məsələn konkret ağacda qurur yuvasını. Ağacı dəlir, deşir dimdiyindən, uzun dimdiyindən. Və beləliklə ağacda bir yuva qurmuş olur. Flamingo daha çox burada təbii ki, az müşahidə olunan bir şeydir. Flamingolar daha çox dənizin içərisində olub qidalanırlar. Sonra tovuz quşu hər yer. Tovuz quşu əslində istənilən yerdə ola bilər. Tutuquşu, papuqay da eyni ilə. Göyərçinlər ev göyərçinində olur. Onlar onu xüsusə saxlayırlar. Amma belə çöl göyərçini, vəhşi göyərçinlər onlar şəhərdə də rast gəlmək olur, kənddə də, meşədə də mövcud olurlar. Belə. Aha. Bəzi quşların başında aləlvan kəkilləri olur. Quyruqlarında rəngarəng lələklər olur. Bu təbii ki, tutuquşunda, papuqayda deyirlər ona. Flamingoda da olur. Eyni zamanda tovuz quşunda da olur. Tovuz quşu ümumiyyətlə Allahın yaratdığı çox böyük bir nemət, böyük bir canlıdır deyə bilərəm. Həqiqətən də çox gözəlliyi var. Quşları çəkmək, hətta formalarını kağızdan qatlamaq olur. Kağızdan qatlamaq sənəti origami adlanır. Yəni kağızı qatlayıb ondan bir şey hazırlayırıqsa, bu olur nə? Origami. Deyə bilərsən ki, bu mənim origamimdir. Yəni mənim kağızdan hazırladığım bir əsər. Belə. Burada təlimatlar verilib uşaqlara. Məsələn, flamingonu, qazı, quşunu necə hazırlamaq olar. Deməli, burada sual var yenə. Yeni sözlər. Origami. Origami nə olmuş oldu uşaqlar? Origami kağızdan qatlanaraq hazırlanan əsər origami adlanır. Daha hansı əşya və canlılar üçün origami düzəldə bilərik? Daha asan versiyası. Bir əşya desək gəmini düzəltmək olar. Quş düzəltmək olar başqa. Sonra hazırlamaq olar bir ev. Ev düzəltmək olar uşaqlar rahatlıqla. Təbii ki, söhbət balaca evdən gedir. Sonra xəritə çox gözəl uşaqlar. Bunu heyvanlar aləminin xəritəsini hazırladı. Xəritə nədir? Xəritə dünyanın vizual və həqiqi görüntülərinin və həqiqi məlumatlarının kağız üzərində rəsmi olaraq və vizual olaraq təsviridir. Yəni belə deyək, dünyanın ümumi görünüşünün kağız üzərinə köçürülməsidir. Belədir. Bu xəritələrdə ölkələr, ölkələrin paytaxtları, şəhərləri, göllər, dənizlər, okeanlar, çaylar, indi siz bilmirsiniz, gələcəkdə coğrafiya keçdikdə biləcəksiniz, cərəyanlar və sair haqqında da məlumat verilir. İndi bizim ölkəmizi gəlin xəritədə təsvir eləyək. Ümumi yaxınlaşdırsaq uşaqlar. Bizim ölkəmiz. Baxaq görək hansı tərəfə uyğun gəlir. Bizim ölkəmiz hardasa rast gəlir buraya. Baxın,
Xəritə ilə əlimi yaşıllığın üzərinə qoyuram. Bu hissə Türkiyədir. Deməli, Azərbaycan da bu hissədə olmuş olacaq belə. Sonra sular və quru yerlər xəritədə necə təsvir olunur? Onu bildik. Sular ancaq mavi rəngdə təsvir olunur. Digər rənglərdə isə deməli xəritələrin, yəni quru sahələr təsvir olunmuş olur. Belə. Sonra burada da uşaqlar deyir araşdıraq, xəritədən istifadə edirlər səyahət edərkən. Burada dənizlər, çaylar, bunu dedim. Burada görüntü yuxusu var. Düşünək hissəsində deyir xəritənizi necə adlandıracaqsınız? Heyvanların dünyası adlandıra bilərik ya da heyvanların ölkələr ya da heyvanların dünya üzrə bölgüsü də deyə bilərik. Yaradaq rəngli kağız və plastilinlə. Bu da artıq uşaqlar sizin eləyə biləcəyiniz bir işdir. Deməli, bu dərsimizdə nə öyrəndik? Xəritə nədir? Xəritə dünyanın canlı və ümumi, yəni məlumat görüntülərini birbaşa olaraq kağız üzərinə köçürülməsidir. Burada çaylar, göllər, ölkələr, ölkələrin paytaxtları, digər böyük şəhərləri və s. və s. çaylar, göllər təsvir olunur. Origami nə olmuş oldu? Origami kağızdan qatlanaraq müəyyən əsərlərin yaradılmasıdır və bu əsər də məhz onda origami adlanmış olur. Belə uşaqlar, bu günlük bu qədər. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.